Ramanaya köçdükdən sonra sanki bir ara tək qalmışdım. Çünki burada hər kəs yad, bir tək biz idik. Ona görə də getdikcə bura öyrəşmək, nə bilim insanlarını öyrəşmək bir müddət aldı bizdə. Mən nə qədər deyib gülən olsam da, nə qədər belə ünsiyyətçil olsam da, amma hər kəsi qəlbdən çox istəyə bilmirəm. Bura gələndə ilk yaxın olduğum Aygün var idi. O da oğlumun sinif yoldaşının anasıdır. Biz bir müddət yaxınlaşdıq. Sonra bir gün məlum oldu ki, sən demə biz ikimiz də eyni vaxtda Günəşlidə qalmışıq və uşaqlarımız eyni vaxtda eyni məktəbə gediblər. Bir dəfə mən Aygünlə şəklimi paylaşanda mənim qızımın köhnə sinif yoldaşının anası dedi ki, Aygündir burada qalırdı deyir. Çox yaxşı qızdır. Nə yaxşı sevinirəm ki, siz orada yəni iki ən çox sevdiyim insan orada rəfiqə olmusunuz. O bizi sanki bir daha da bir-birimizə yaxınlaşdırdı. Çünki biz ikimiz də eyni vaxtda Günəşlidə qalmışıq, amma bir-birimizi tanımamışıq. Ramanaya köçəndən sonra artıq bir-birimizi tanıdıq və doğrudan da çox bağlı bir rəfiqə olduq. Aygün mənim ən çətin vaxtımda, onu da nədən çox istədim, ən çətin vaxtımda mənim yoxluğumu hiss eləmişdi və mənə Instagramdan tapıb yazmışdı ki, yox, hiss edirəm, sən nəsə yaxşı deyilsən. Ondan sonra daha çox istədim onu. Sanki necə deyim, kədərli olduğumu hiss eləmişdi. Ondan sonra artıq bir-birimizə getmək, gəlmək, mənim yoldaşımın xasiyyəti biraz ağırdı. Yəni hər yerə gedib gəlmək bizdə yoxdur. Amma bir tək Aygüngildi və bir neçə elə oğlumun sinif yoldaşları var ki, onlara bizdə icazə yəni yoxdur da. Daha doğrusu icazə var da, yəni başqa bir pretenziya falan yoxdur. Bu günlərdə biz Aygüngildə yığışdığımız günlərdən biri idi. Ona görə sizinlə bu günləri uzun-uzun vlog çəkmişəm ki, həm özümü evim kimi hiss elədiyim bir yerdir. Aygünü bacım kimi hiss elədiyim bir insandır. Rahat, öz evim kimi davrandıq. O qədər gözəl gün idi ki, çox gözəl gün idi. Ona görə də bu günü sizinlə paylaşmaq istədim ki, baxasınız. Həqiqətən bu dövrdə yaxşı insanlar çox azdır. Allah o yaxşı insanları bizim ömrümüzdən, həyatımızdan əksik etməsin inşallah. İndi isə siz videoya baxın. Gəlmişəm rəfiqəngilə. Qız da hər tərəfi bəzəyib. Mənim tortum. Bu da bizə açdığı süfrə. Bu da rəfiqəmin yolkasıdır. Rəfiqəm çox zövqlüdür, çox. Hələ bu o görsənən tərəfindirsə gedəcəm kuxnanı çəkək qızlar. Bəh. Otido abzor eləyirəm onun evindən. İcazəsini almışam. Hələ burada bunun rəsm əsərləri də var ya, qızlar özü çəkib. Baxın. Qız deyil, qızıldır. Aygün mənim son illərdə ən yaxın rəfiqəmdir. Bütün dərdimiz, sərimiz, hamısı bir yerdədir. İndi gedək konuya. Hələ salatın biri eləyirdi. Nədir bu? Yuxa salatı eləyib bizə, vinegret eləyib. Bu turşu pomidorun da, pomidor soğanla doğrayıb. Bu turşularıdır. Sonra indi burada su qoymuşuq qaynamağa, aş eləyəcəyik. Burada salat bəzəmək üçün. Bu da ki aldığımız hədiyyələrdir. Bir belə şey götürdüm. Bir də belə dəst. Sağlıqla işlətsin inşallah. O gün olsun təzə evində bunları açsın, işlətsin. Bu tezliklə 2026 mənim bu qabiliyyətli rəfiqəmə, bacıma ən yaxşı belə ürəyin istədiyindən də yaxşı ev qismət eləsin. Ay Allah. Amin Allah. Siz də qulaq asanda qızlar amin deyin. Rəfiqəm hələ burada kirayədə qalır da. Belə kirayədə qalır, kirayəni belə bəzir. İndi gör öz ev olsun. Ən böyük arzusu evdir. Deyəndə ki, Aygün nə istəyən belə ev. Yazıq 9 illik kirayədə qalır. Allah inşallah ona belə arzusu istədiyindən də gözəl ev qismət eləsin. Çünki həqiqətən layiqdir. Allah haqqı, qabiliyyətli, qanacaqlı, hər şeyin yerini bilən. Mən elə bir adamı belə ürəkdən çox istəmərəm. Hə qızlar, burada altına toyuq düzdük. Bir də qəşəng
Düyünü belə süzdüyüm düyünü əlavə eləyəcəm. Aralarına da yağ nədir əlavə elədik. Ən üstünü sarı kök dəmə qoyacağıq. Bilmirəm, bu döşəmə aşı Qarabağ aşıdır. Məsələn, o maşlı aş bilirəm ki, Qubadlınındır. Aşqara ilə, ha? Döşəmə görən haranındır. Mənim ən sevdiyim döşəmədir. Nəyə görə? Çünki toyuğun dadı düyüyə çıxır. Çox ləzzətli olur. Kızlar, bu da yağı əritdim ki töküm. Qəşəng uzun sizə bu günlərdə vlog gəlir. Maraqla bax. Mən ümumiyyətlə aşqaranı, aşı yağlı sevirəm. Yağlı olur, dadlı olur. İndi biraz da sarı kök yəni. Biraz da sarı kök. Əsil məclis aşıdır. Bəh, nə qəşəng görsənir videodan aş. İndi bunu qoyuruq dəmə. Qızlar, bu da aşımız. İndi qoyduq dəmə. Bu da uşaqların otağıdır. Uşaqların müşkası. İki bacı burada yatırlar. Bu da termolarıdır. Maşallah. Turşularımız gedir. Bu da indi elədiyi salatlardır. Narzat axtarırdı ki, bunların üstüne narzat vurmağa. Dedim, gəl. Nə var ondan eləyək? Qəşəkdir. Həqiqətən çox qabiliyyətli, çox təmizkardır. Yavaş burada uşaqlar yığışıblar, valideynlər falan yığışmışıq yavaş. Bir dənə mənim oğlum gəlmirdi. Mənim oğlumun sinif yoldaşlarıdır bunlar. Mənim oğlum biraz özünü nasası hiss eləyirdi, ona görə gətirmədi. Burada dolmamız hazır. Bu da kələm dolmamız. Çək. Bir de aşımız dəm alır, ha? Ay kızım, vurur, ha. Onu getir Nurhan şeyle. Düğüsüz. Toyuğu görümceyse koyun biz düğüsün çekene kadar toyuğlar biraz da beşe kızarsın. Yağın içinde. Hadi ya. Diyan bir de çekilen bir YouTube çekilen. Bir görün. Hepsi bak. Hepsi qəşəng. Bizim kız evi bu qəşəng oldu ya. Ay səsiz şeylersin. Gönə danışdıq ki. Az YouTube'a koyacağım, belə də qoyuram. Rahat olun. Sen işimi görəcəyiniz. Tanıyana tanınırıq. Astonsunu çekelim. Ləzzətli, xoş duruş olsun. Yiyin. Güzeller. Güzeller sen. Yok, Aygün'ün. Aygün'ün. Bir dənə aşı mən eləmişəm, başqa heç nəyə. Deyirəm Günel'in erişini yoksa Aygün'ün. Yok. Ayrılmaz. Günel'in erişini yoksa senin. Turşulardan belə kompotlar. Salatlar çok güzel. Birbirinden güzel. Allah canınızı sağ eləsin Aygün. Həmişə xeyir işlərə gələk. Aygünün əl qabiliyyətinə söz ola bilməz.
Sənin yoldaşın bəxtəvərdir ki, sənin kimi Xanım alır. xanımla evlənibdi. Sənin qaynənənin də halal olsun ki, sənə halal olsun ki, sənin kimi gəlin çıxardıb qaynananın qabağına. Ona görə ki, çox super əl qabiliyyətiniz var. Maşallah. Hər gəlin bunu bacarmır. Bəli, bəli. Mən bacarıram. Mən hər aralarda yemək yemişəm, heç xoşuma gəlməyibdi. Amma Aygünün yeməklərini, salatlarını çox bəyənmişəm. Öpürəm səni. Ürəyim, mənim gözəl valideynim. Mehriban gözəl valideynim. Allah siz həmişə xeyirli. Amin Allah. Xeyirliyə gələk inşallah. Əvvəlki Nərmin avardı da. Ha. Nərmin Fikirlər günün çəkəsi deyil ki, siz də çəkməliyik. Tək elə sən çəkəsi deyilsən ki, bax, biz də çəkirik. Xanımlarımız yiyəndən, oynayandan sonra da işləmək. Yediyimiz qoyarsın. Bir de tortu yiyək. Tortu da yer saxlayaq da. Oynayaq da biraz oynayaq. Biraz dedik, biraz güldük, biraz oynadık. Hərəsinin biraz. Çox gözəl. Aygün sağ olsun. Əlləri, qolları var olsun. Həqiqətən Allah razı olsun. Amin, amin. Çox gözəl, çox gözəl. Çox gözəl əl qabiliyyəti var. Həqiqətən də bizim qızım. Hamısının əl qabiliyyəti. Çox gözəl. çay keyfi. Gedirik tortla çay içməyə. Ballı. Bu da hər dəfə deyir ballı. Deməli ərindim ballı eləməyə. Dedim ki, Nurani ballı eləyək. Napolyon da hazır xəmirim var da. Dedim ki, Napolyon. Aygün dedi ki, fərqi yox deyirəm. Nə istəyirsən, nə rahatda onu elə. İndi Nurani zəngin, Nurani belə elə. Nurani də bizim digər valideynimizdir. Nurani də belə, yox Aygün, nə olar ballı elə də. Produktu nədir? Valla evdə alım gətirim. Kartat pula deyirəm, az dəlisən. Mənim yekə stəkandır. Gələndən Aygün gidilə bundan çay içirəm. Çayın İsmail'den vurdum. Bəh. Ay ne güzeldi. Laka güzel, laka güzel. Bəh. Uy, gülü de Aslında ben. mənim belə bir vlogum olmayıb. Hep ben öyle gösterdiler. Teşekkürler. Artıq tortlarımızı kəsirik. He. He. Nurani boşqabları vermə bir-bir. Gördü. Bu nedir ilahi? Bu ne güzellikti ilahi? Bu ne katlardı? Çok güzeldi. Hakikaten de günüyle halal olsun. Her sınıfımda bir tane valideynimin evi var. İndi de Güneyden sarmışam. Kazandım tatlım. Nə olsun, mən mənə blokdan çıxartmamışam. Mən axşam atıb bilə çıxaracağım. Sen hiç başardılar ama. İndi nailadın. Təbii. Kurt beğenim değilim. Hakikaten de kurt ağzında erilir. Ağzına yiyorsun. Güzeldi. Çok yumuşak. İnan insan ağzına. Şimdi bilmirəm nə danışırsan. O günlər çəkibdi, bilmirəm. Yox, indi çəkdim. Yumuşak. Bayağı. Ben imiyene şimdi çok yememişim hakikaten de. Doğrudan bir. Ben de hele çok çok severim ama çok tadı da hakikaten. Nuş olsun. Mən ballımı, mən sırf nədir, Bank Respublika var, onun sırf filialını, mən ballı tortu mən pişirirdim onlara. Sırf Allah'a çox sevirdilər ballı tortunu. Hansı tərəf o ev fasonu eləmişdin. Ondan eləyəcəm. Ay gün necə də? Güzel bal. Elə bir ağzınıza ev düzmüşdü orada. Qızlar, səhər gedəndə bazara tortumun pulundan, halal zəhmətimlə belə bir divan üstü aldım özümüzə. Baxın, belə. Bunun daha yaxşıları var idi, virlur var idi.
Prosta onlar 70 manata idi. Düzü ona gücüm çatmadı. Yəni nə yalandan deyim. Siz bilirsiniz ki, mən sizlə hər şeyi nə var bölüşürəm. Biraz da yoldaşımdan pul almışdım. Ona da stol üstü üçün olanları aldım. İndi onları da şey eləyəcəm. Amma bundan çox xoşum gəldi. Sanki dəyişdi havası. Baxın belə bir şey. Hə qızlar, bir də belə maqnitli stol üstü aldım. Əslində bunun belə kənarları iplər var ayağına keçməyə görə, amma bizim stulda alınmadı. Da bezmişəm də stul yumaqdan. İnsan nə qədər stul yer. Uşaqlarım istərsiniz nəsə yeyirlər, tökürlər, edirlər. Amma baxın belə maqnitlidir. Aldım ki, onsuz da bilirdim ki, xərcləyəcəm, gedəcək. Dedim elə alınan qalır. Bunlar da bunu aldım. Hərəsinə bir dənə 8 ədəddir. Aldığım yerdə əslində 7 ədəd idi. Bir ədədini gəlib başqa yerdən almışam. Dedim yoxu qalsa qalacaq. Belə. Bu da dəyişkənlik. Amma çox sevinirəm bunları aldığımı, çünki çoxdan da almaq istəyirdim. Baxın qızlar. Bax, çox qəşəngdir. Bir dənə belə qızılı aldıq. Bu da işıqlar. İndi bəziyik. Dəyişib və pəncərə tərəfə qoyduq. Bu gün isə məndən bu qədər. Videomu izlədiyinizə görə sizə minnətdaram. Hələlik.